Salam dəyərli şagirdlər, mən Həşimzadə Kəminə. Eylər Akademinin ingilis dili müəllimiyəm. Bu günləri sizinlə ilk tədris ilimizin ilk sınağının izahını sizinlə paylaşacağam. Deməli, Eylər Akademinin ilk mövzu sınağında ingilis dilindən mövzularımız noun, quantifiers, article bölməsi idi və son 2 həftədə dəyişilmiş qərara əsasən biz 10-cu sinifləri də eyni sistem olaraq, struktur olaraq 9-cu siniflər kimi eyni formatda tərtib etdik. İndi başlayaq 10-cu sinifin suallarına baxmağa. İnşallah ki, tədris ilimiz hər birimiz üçün xeyirli, uğurlu olar. Tam motivasiya ilə də başlamışıq. Mən də motivasiyamız aşağı düşməsin deyə bacardığım qədər rahat suallar salmağa çalışdım. Çünki həqiqətən də din formatında gördük ki, tam din formatında yazıldığına görə keçən ilki qədər Eylər Akademinin imtahanlarında yazdığım suallar qədər qarışıq suallar yoxdur deyə ümid edirəm. Rahat idi, xüsusilə də dinləməsi maraqlı idi. Baxıraq dinləmənin transkriptinə, hansı ki, istəsəniz skrin eləyə bilərsiniz. Çünki vaxt məsələsinə görə bilirəm ki, qabağa verəcəksiniz cavabları yoxlamaq üçün. Hansı hissələrə diqqət eləməlisiniz, onların altına xətt çəkmişəm. Mütləq şəkildə baxarsınız. Başlayırıq suallara. Deməli, suallara başlayanda fikir veririk ki, burada nəyəm? Deyir ki, where is the passage mainly about? Söhbət burada nədən gedirdi? Gördüyünüz kimi, Hobbiton adlı bir kənddən söhbət gedir. Həm real həyatda necədir, həm belə deyim, kinolarda necə idi, ondan söhbət gedirdi. O səbəbdən yəni variant baxsaq, yəni şairin belə deyim, tarixindən söhbət getmirdi. Ona görə mən A variantını çıxaram. Bilbo və Frodo'nun həyat tərzindən ancaq söhbət getmirdi, C-ni də çıxaram. Necə tikilib o haqda da söhbət getmir və turistik yer olduğunu deyir, amma ancaq turizmdən də söhbət getmir deyə biz burada götürəcəyik B variantını. 2-də sizlər düşündüyümdən bir dəfəlik variantları yanında yazıram, amma təbii ki də izaha mütləq şəkildə baxmağınız lazımdır. Deməli, which is not mentioned deyirsə, hansı fikir yoxdur? It is located in Grand Quiet Land. Deməli, bu doğru idi, bu var idi. Mətndə baxa bilərsiniz transkriptdə. Habits are friendly and love nature. Bu da düz idi. İlk əvvəllərdə bildirmişdi. The Green Dragon Inn is a place where hobbits gather. Burada da, yəni bu sualımız da yəni doğru idi. Bilbo and Frodo Baggins lived in Bag End. Bu da var idi. İstəsəz deyim sizə, bu çəhrayı hissədə qeyd eləmişəm. Yəni bu da doğrudur. D variantında çıxıram. Baxıram, visitors can stay overnight in Hobbiton. Bu haqda məlumat varmı visitors haqqında? Görürsünüz ki, son hissələrdə sadəcə ziyarət etdiklərini, turistik bir yer olduğunu, həmçinin də belə deyim, orada hər hansı bir içkini içməkdən həzz aldıqları haqqında məlumat verir. Yəni burada başqa əlavə bir bu haqda məlumat olmadığına görə variantımız olacaq Y variantı. 3-də baxırıq, deyir doğru fikir. It became more beautiful after War of Ring. Buna baxsaq, 3-də bu ola bilər. Çünki həqiqətən də bu hissəni sizə göstərim. Abzasda olmalıydı. Baxırsınız, burada nə deyir? Deyir after the war, bu hissə. Bax nə deyir? Çox gözəl şəkildə təmir olunub. Yəni mən burada biri düzgün götürəcəm. 2-yə baxıram. It was built as a movie set in New Zealand. Bu da doğru idi. Bu haqda da fikir var idi. Visitors can walk through the village and enjoy a drink. Bu da var idi. Bayaq göstərmişdim. 4-dəki problem nədir? Deyir ki, qədim bir şəhər idi. Qədimliyi haqqında bizə məlumat verməyib deyə. Bu fikir yanlışdır. Götürəcəm A variantını. Doğru yanlışlığa fikir versəm, baxsaq Hobbiton is a part of Shire where hobbits live. Bu elə əvvəllərdə var idi. Götürəcəyik true. The party field is a place where hobbits hold celebrations. Bəli, bu da doğruydu. Növbətiyə baxıram. Hobbiton state destroyed after War of the Ring. Xeyr, əksinə daha da yaxşı oldu. Təmir olundu. Yanlış fikirdir bu. False götürəcəyik. Today, Hobbiton is a tourist attraction where fans can visit. Bu da doğruydu. Dinləmənin ən sonlarında bizə bildirmişdi. Belə, çox da çətin dinləmə onsuz ki deyildi. Rahat bir dinləmə idi. Növbəti, keçid edirik digər short tekstlərə. Short tekstlərə baxsaq, görürsünüz ki, yenə burada da əsas hissələrin altına xətt çəkmişəm. Dear student, please don't use the library this week because it will be closed for painting. Please use online school library. Yəni burada nə var? Elan verir bizə. Elan verir ki, rəngləmə işlərinə, boya badana işlərinə görə kitabxana bağlıdır bu həftə və zəhmət olmasa nə deyir? Online məktəb kitabxanasından
istifadə edin deyir. İndi bir variantlara baxaq. Yeni onlayn olduğu, yeni olduğu haqqda bir məlumat yoxdur deyə mən təbii ki bu variantı çıxacağam. Bir günlük yox, həftəlik deyib bizə. Ben də çıxıram. The school library doesn't have enough student. Kifayət qədər şagirdi yoxdur, tələbəsi yoxdur. Bu haqqda da məlumat yoxdur. Ehtiyac yox idi kitabxanaya. Bu haqqda da bizə məlumat verməmişdi deyə D variantında götürürəm, çıxıram. Rahat formada variantımız olacaq Y variantı. 6-ya baxıram. Dear students, you have never had anywhere nice to get and have lunch, but there's all changed. Yəni siz ümumiyyətlə yeməyə yeriniz yox idi yeməyə, amma indi hər şey dəyişdi. Deməli nəsə şad bir xəbər var. Yəni əvvəl yeməyə yeri yox idisə da, deyir ki, indi neynə? Go and look next to the swimming pool. Neynirsiniz? Gedirsiniz, orada deyir ki, hovuza yaxın olan bir yerə baxacaqsınız. Və hətta deyir, əlavə olaraq da nəsə musiqi instrumentlərini borc almaq istəyirsinizsə, Miss Helaya yaxınlaşın deyir 6-cı gündən əvvəl. Okay, yəni burada elan verir ki, təzə bir yer açılıb yemək üçün. Yeməklə bağlı bir şey olmalıdır. Gəlin baxaq, yeni hovuz olduğunu bizə demir adam və təmir olunduğunda bizə demir, belə bir məlumat da yoxdur, beni də çıxıram. Yəni söz bazasıdır uşaqlar. Sözləri bildinizsə, söz bazası olan şagirdlərim əminəm, xüsusilə də A qrupumun şagirdləri, yəni bu imtahanı çox rahat yazıblar, yəni adı kimi əminəm. Students have a new cafeteria. Bu ola bilər, bunda dayanaq. Tələbələri musiqi instrumentləri var, amma ki ümumi fikir olaraq, yəni yeni bir yerin açılmağını soruşursa, what is new at the school this year? Yəni burada new music instrument haqqında məlumat verməyib, ona görə çıxırsan. Yeni ingilis dili nəymiş, musiqi müəllimi gəlib. O qədər fikrim ingilis dili üzrə fokuslanıb ki, yeni də çıxırıq. Ona görə bu da yanlışdır. Variantımız olacaq, bəli, yeni bir yemək yeri, kafeteriya, kantin açılıb. 7-yə baxıram. On a camping trip, the young students were told that they shouldn't be separated from one another. Okay, burada nə deyir? Bir kamp gəzintisidir və cavan tələbələr onlara tapşırılır ki, onlar heç yerə ayrılmasınlar. Amma Bobla Tom nə edir? Onlara öküz vurub. Nə ediblər? İkisi də bir yerdə fərqli bir istiqamətə gedirlər, hansı ki onlar yeni bir yer kəşf eləmək istəyirlər. İndi biz bunu ümumi ad versək, bu mətndə söhbət nədən gedir? Baxacaqsınız nəyə? All learners follow the rules. 2 nəfər öküz vurmuş tələbələr sözə qulaq asmır deyə, yəni sən burada olu çıxarsan, A yanlışdır. Sonra Y variantına baxsan, onlar deyir ki, kəşf etməli idilər. Tək kəşf etməlidirlər. Bu haqda bir məlumat yoxdur. Tək kəşf edirlər, amma etmək istəyirlər. Məcburiyyət yoxdur deyə yeni çıx. Yəni sən burada modal feili biraz bilməlisən. Yəni həttunun mənasını bilməlisən. Two friends were afraid to come out of the line. Onlar qorxurdular. Bu haqda da məlumat yoxdur. Bunu da çıxaram. Hamı eyni istiqamətdə gedirdimi? Xeyr, bu 2 dənəsi getmirdi deyə. Bu da yanlışdır. Variantım olacaq B variantı. Bəli, 2 dənə öküz vurmuş dostlar nə edir? Yəni itə bilərlər deyir might be. Çünki istiqamətini dəyişiblər. Ona görə ən uyğun variantımız burada B variantı olacaq. Yəni özünüz məntiqi belə deyim sualı idi bu. Keçid edirik mətnə. Mətn belə gözünüzə böyük görünə bilərdi, amma özünüz də gördünüz ki, yəni maraqlı idi, plasta çətin deyildi. Hətta oxumasaz belə sualları yaza bilərdiniz deyə düşünürəm. Gəlin baxaq 8-ci suala. 8-də nə deyir? Deyir ki, choose the false statement. Səhv fikir istəyirsə gəlin baxaq. Yəni etiket qaydalarından danışır. Good etiquette shows respect for others. Bəli, hörmət bildirir, doğrudur. Interrupting sözün mənasını bilməlisiniz. Kimsənin sözünü kəsmək sizcə nəzakətli bir şeydirmi? Və yaxud da marağı göstərənmə? Xeyr, yəni nəzakət deyil, impolite olmalı idi burada. Yəni impolite olmalıdır deyə biz bunu false götürürük. Variantımız olacaq B variantı. It's rude to sneeze without covering your mouth. Bəli, bu da yəni doğru fikirdir. Apologizing help maintain good relationship. Yaxşı əlaqəni nə edir? Qoruyub saxlayır, üzr istəmək ola bilər. Və kobud olmaq dostluğa ziyan vura bilər, bu da doğrudur. Ümumiyyətlə dediyim kimi mətndə söhbət etiket qaydalarından gedir deyə gəlin baxaq. Deyir ki, how to behave in public places.
necə davranmaq olar. Yəni etiket qaydaları tam deməyim də, yaxşı davranışdan söhbət gedir, ictimai yerlərdə olan doğru davranışdan söhbət gedir. Məncə A variantı olacaq. İndi baxaq B-yə. İnfeksiyanın növləri. Deyir ki, infeksiya yaya bilər. Məsəl üçün burnunu falan askırmaq olsun və yaxud da nəsə digər məsələlərdə bunlar infeksiya yaya bilər. Bu deyilirdi. Sadəcə onun növlərindən danışmır. Bu swimming pool da bizə hər yanda gəlir tapdı. Burada da bu yoxdur. Yəni onun vacibiyyətindən də söhbət getmir. İntervyuda olan danışıq qabiliyyətindən də söhbət getmirdi. Və yaxud da how to prepare for workshops. Yəni bunu heç oxumasaz belə rahat tuta bilərdiniz ki, variant A-dır burada. Onda, yəni halva sualı idi 9-cu sual. By the way, bilirsiniz ki, hər doğru sualımız 3.3 bal verir. Bir dənə səhv etmirəmsə essemiz 16.75 bal verir. Yəni açıq, qapalı fərqi yoxdur. Bütün suallarımız essedən başqa 3.3 bal verir. People should behave responsibly in public places by. Yəni məsuliyyətli davranmalıdırlar insanlar. Gərəkdir ki, məsuliyyətli olsunlar. Məsuliyyətlərini göstərmək üçün bəli, spitting olmamalıdır. Və onda baxacaqsınız, apologizing sincerely, yəni səmimicə üzr istəmək, bəli, əgər səhv ediriksə bu da doğrudur. Kobud danışmaq olmaz, sözü kəsmək olmazdı. Bu da getdi, variant olacaq A variantı. Easy peasy. 11-də indi sizi qrammatikada görəcəm. Why is good etiquette important in public places? Səbəb nədir? Nəyə görə belə deyim, etiket qaydası önəmlidir? To create pleasant environment, to show respect. To annoy people around you. İnsanları narahat etmək, annoy olmaz. Səs-küy salmaq olmaz. Sübut edirsən ki, sən önəmli insansan, bu da olmaz. To interrupt others during conversations. Sözünü kəsmək də olmazdı. Variantımız olacaq A variantı. Bəli, yəni çox razı, gözəl bir mühit yaratmaq və hörmət göstərmək üçün yaxşı etiket qaydaları ictimai mühit üçün, yerlər üçün önəmlidir. 12-yə baxsaq, which statements are true according to the passage? Burada fikirlərə baxırıq. Interrupting others is considered impolite. Bəli, nəzakətsiz sayılır sözü kəsmək. Bir, doğrudur. Apologizing shows respect and maintains good relationships. Bəli, bu doğrudur. Yəni, üzr istəmək hörməti göstərir. 3-də, yaxşı danışıq bacarıqları neyiniyir? Sən deyir ki, kimləsə danışanda və yaxud da kiməsə qulaq asanda neynəməlisən? Nə tələb edir? Yaxşı səndən danışıq bacarığı tələb edir. Bu da doğrudur, mətndə var idi. Yenə rude language, yəni kobud danışıq tərzi hörmət etməyin göstərgəsi deyildir. Heç vaxt bu da yanlışdır. Yəni burada 1, 2, 3 olacaq. Nəyə görə 3 variant yazmışam? Həqiqətən də özüm şahidi olmuşam. Dövlət İmtahan Mərkəzi 3 variant götürə bilir, sala bilir. Yəni tam şəkildə əmin olun. Baxmayın ki, 4 dənə sualdır, ikisi doğru ola bilər. Bəli, çox vaxt ikisi doğru olur, amma 3-ü də ola bilər. Yəni onu yadda saxlayın. Görməmişəm bir variant doğru olsun çox da, amma 3-ünün doğru olduğunu görmüşəm. Ona görə buna diqqət edirsiniz. Təbii ki də mən burada vergülü qoymuşam. Siz yəqin ki vergül qoymursunuz, çünki bu riyaziyyat deyil. Olduğu kimi kodlaşdırırsınız 1, 2 və 3 şəklində. Okey, növbətiyə baxıram möhtəşəm qrammatika suallarına. Qrammatika da rahat idi. Yəni, o qədər ürəyim sıxıldı bu imtahanı hazırlayanda, çünki çox rahat idi. Birbaşa Nicat müəllim tapşırdı ki, imtahan rahat olsun. Çünki həqiqətən də neçə ildir ki, DİM imtahanları çox da çətin salmır. Halbuki mən elə hiss edirəm ki, bu il ola bilsin mətnlərdən vursun. Sadəcə tədris ilimiz təzə başladığına görə biraz mətni rahat saldım. Növbəti dəfələrdə belə olmaya bilər. Yəni söz bazamız möhkəmləndikcə biraz mətnin də çətinlik səviyyəsi artacaqdır. Choose a line of countable nouns-a baxsaq, nə edirik burada? Təbii ki, sayılmayanlar çıxırıq. Patience-a çıxırsan, çünki səbir deməkdir. Amma mən bura səni çaşdırmaq üçün patient da yaza bilərdim. Nəyə görə yazmadım görəsən? Patient nə idi? Xəstə demək idi, amma o sayılardı. Sonra C variantında qum sayılmır, D-də cotton sayılmır və Y-də baxırsan rice sayılmır. Hə, yazmışammış Y variantında. Burada rice sayılmadığına görə çıxırsan, amma çıxmağa rahat variantlar qoymuşam sizə. Olacaq B variantı. 14-də baxırsan, an old house, house nədir? Sayılan təkdir, article olmalıdır. Bir doğru. Furniture sayılmır, article'ın burada nə işi var? 2 yanlış. Təbii ki, 3 də doğrudur, article bölməsidir. Language varsa burada nə olmalıydı? D article olmalıydı. Variantım olacaq B variantı. 15-də
Okay, a helpful piece of news bir doğrudur. A helpful news sayılmır. Artikelin burada nə işi var? Sonra news sayılmır. Sayın burada nə işi var? Bu da çox easy peasy question idi. 1-3 olacaq, yəni B variantı. 16-da bizdən yiyəlik al istəyir. Hə, bu gözəl sual olmalıydı. The Browns and their friends' sudden arrival was a nice surprise. Burada D artiklı olduğundan gördüysə, bilməlisən ki, ailə bildirir. S apostrof olmalıdır. Birləri çıxırsan, yanlışdır. Aysos usually spends her vacation either at her uncle's, əmisi və yaxud da xalasıgildə. Məkan bildirir, doğrudur yiyəlik al olması. Children'ı görməkdən daha bitər olmusunuz. Həmişə apostrof S olur. Bu da yanlışdır. Yəni 3-ü çıxacaqsan. 4 doğrudur, çünki buradakı apostrof S Nihat və onun dostunun saçı. Saç çalmadığına görə xəbər tək. 4 də doğrudur. Ejdə və Banu neynədim? Dayandı. The tourist guide's explanation. Yəni bu turist bələdçisinin izahını deyir. Yəni bu da doğrudur. Yiyəlik aldı bu da. Ona görə sən 5-i də götürəcəksən. Variantın olacaq Y variantı. 17-ci sualda a few pieces of luggages. Okay, a few pieces doğrudur. A few-nun E-sini aldanmırıq, sayılan cəm tələb edir. Bu doğruydu. Sadəcə diqqətsiz olan əminəm ki, şagirdlər var. Luggage sözünü neynəmisiz? Kim eləyibsə onu özü boyda öküz vursun. Çünki luggage sözünü cəmləndirmişəm burada. Diqqət elə. Ona görə bu sualı salmışam. So many different groups. Bu doğrudur. A box of toy dimdə də var idi, olduğu kimi də yazdım ki, gözünüz öyrəşsin. A box of'dur, a bunch of'dur, a kilo of'dur, a group of'dur. Bunların ismi cəm olur, uşaqlar, diqqətli olun. Toys olardı. Bir dənə məntiqli şagirdim soruşmuşdu. İndi burada adı da var. Tuncaydı, hə deyə. Tuncay, indi inşallah ki, izaha baxarsan. Tuncay, görəsən necə yazmısan imtahanı? Hə, deyirdi ki, müəllimə, ola bilər ki, bir qutu olsun, böyük də bir oyuncaq olsun da. Çox məntiqlə yanaşmışdı. Elə şey yoxdur. A box of-u gördünüz, birinci ismin cəm olacaq. Çıxırsan 3-ü də. A little sözünü gördün, of yoxdursa ən sona fokusdan. Bəli, bu da doğrudur. Cəm sayılmır. A little-nın işlənməyi də doğrudur. Variantım olacaq Y variantı. 18-ci sualda cəm isim istəyirsə luggage sayılmır. Sonra swine, burada qalaq, hə, fortress sözü qalas təkdədir. Sonra politics, x-lə bitib hər hansı bir sahə adıdır, politikadır, yəni olmaz. Bu da sayılmır. Sonra baxırsınız nəyə? Head mistress burada tək isimdir, bu da gedəcək. Yəni 2 s ilə bitən sözlər belə s ilə bitibsə, deməli bu nədir? Təkdir uşaqlar, diqqətli olursunuz. Olacaq variantım Y variantı. Rich sentences and people. Okay, növbətiyə baxıram. Növbətidə deyir ki, düzgün variantı seç. Enough'dan sonra impression sayılır. Impressions olmalıydı. Impressions olmalıydı. Sonra such a news, saçdan sonra sayılmayan gəlməz. So many doğruydu, amma many'dən sonra sayılmayan gəlməz. Progress. Only a lot of, o qədər dilə yatımlı gəlir. Amma biz bilirik ki, only ilə işlənir a little, only ilə işlənər a few, only ilə işlənər some. İndi burada women-ə görə mən ya yazacaqdım only a few ya da only some. O səbəbdən D-də səhvdir. Təbii ki, Y variantıdır. Enough'dan sonra sifət o halda gələr ki, isim gəlsin, hansı ki gəlib, yəni Y variantıdır variantımız. Okay. Keçirəm 20-yə. Düzgün variantı istəyirsəm. A million, milyon, amma dollar sayılmalıdır, saymamışıq. A yanlışdır, yəni cəm olmalıydı. Minlərlə deyirsənsə, artikelin burada nə işi var? Ya E artiklı silinməliydi, of yazılmalıydı. Ya da bunu silək. Ya da $1,000 olardı, mən buradan S-i silərdim. 5-ə baxıram, $5,000 deyirsə, baxırsan nəyə? Əgər minlərlə deyirsənsə, qarşısında heç bir say və artikel olmayacaq, bu da getdi. Həmçinin Y də eyni məsələyə görə screen-də çıxacaqsan, variantın qalacaq D variantı. Minlərlə dollarlar. 21-də baxırsınız düzgün variantı istəyir. A little balaca mənasını versə isim tək olardı, yanlış. Many sayılan isimlə işlənir, sayılmayandan olmaz, yanlış. Much cloud, cloud sözü, bulut sözü sayılır, muchla işlənməz, diqqətli ol. A number of sözü həmişə cəm isim tələb edir, diqqətli ol. Bəli, several ideas olacaq. Several həmişə sayılan isim, idea sayılır. Cəm isim gördüyün kimi ideas də cəmdədir. 22-yə baxsan, a few weeks ago I gave Kenan, okay.
So much advice deyə bilərsən. Çünki advice sayılmır, much-la işlənməsi doğru. Advice sayılmır, few ilə işlənməz. A little advice boş işlənsəydi bu tipdə sən haqlıydın, amma burada so ilə mən sənə öyrətmişəm qaydalardakı, həmçinin o qaydanı da izah eləmişəm. Quantifiers-ın izahını da eləmişəm, plus testdə olan tətbiqini də YouTube-da paylaşmışam, hər biriniz baxa bilərsiniz. So a little olmaz, so little olardı. 3 də yanlışdır. İndi burada deyə bilərsiniz ki, ay müəllimə, advice sayılmır, axı nəyə görə doğrudur? Görürsünüz ki, of var və biz bilirdik ki, sayılmayan isimlər hissə bildirən sözlərlə işlənsə, ofdan əvvələ baxırsan. Və həmişə ofdan əvvəl sayılan olur. Pieces sayılan olduğu üçün son meninin işlənməyi də doğruydu. Olacaq 1 və 4, yəni variantım olacaq C variantı. 25-də yeməklərlə əgər yanında sifət yoxdursa, artikel işlətmirsən. Bax, have breakfast yazacaqsan, misal üçün. İndi burada da fikir ver. Have breakfast, have dinner, have supper artikel olmayacaq. O halda olar ki, bir yeməklərdə, bir time sözündə, plus knowledge sözü var, orada life var, childhooddur, educationdur. Bu sözlər istisnadır ki, sifətlə işlənəndə özündən əvvəl artikel işlənməlidir. Hansı ki, sən görürsən ki, A artikel işlənməlidir. Zeyni burada çıxacaqsan, burada qudun qarşısında artikel yoxdur, ona görə A variantında çıxacaqsan, variantın qaldı D variantı. Before having dinner, we had a good time in the garden. 24-də baxsam, bizdən mürəkkəb ismi istəyir. Mürəkkəb isimdirsə, nə edəcəksən? Düzəltməni çıxacaqsan təbii ki də. Admittance çıx, freedomda domu çıx, sonra mattəni çıx, sadədir. Sonra daydreaming ola bilər, toothpaste ola bilər, amma tradition mürəkkəb deyil. Bunu da çıxırsan. Olacaq variantımız C variantı. Headache, bedroom and filmmaker. 25-də nə istəyir bizdən? Yəli kal. Okay, biz öyrənmişik ki, to be going to heç vaxt yəli kal olmaz, is going to-dur. Yenə də axıra qədər diqqətlə baxın. Yəni bir yanlış. Xəstənin vəziyyəti is haylı olsa da burada deyirsən vəziyyəti bu yəli kaldır, 2-ni götürəcəksən. Apostrof S-dən sonra 3-də items already booked deyir. Burada already-ni çıxacaqsan, 3-də getdi. Sonra 4-də deyir Tujay has to study hard for tomorrow's exam. Sabahın imtahanına hazır olmalıdır. Bəli, burada 4 də doğruydu. Yəni, məncə burada çox çətin sual yox idi. Yəni, deyərdim ki, ümumi baxsam, bir dənə burada luggage olan biraz qarışıq idi. Qarışıq deməzdim, amma diqqət tələb edən sual idi. Ümumi həyatımın ən asan imtahanını sizə salmışdım. Bir dənə 17-ci sualda diqqətli olmanız lazım idi ki, tələsməyin. Esse-nin də individual olduğuna görə esse haqqında fikir paylaşmıram. İnşallah ki, orada da mütləq şəkildə linking verslərdən istifadə eləmişsiniz, zamanlara fikir vermişsiniz, mübtəda xəbər uzlaşmasına fikir vermişsiniz deyə ümid edirəm. Son olaraq, sona qədər baxan hər bir şagirdə təşəkkürümü bildirirəm. Fikirlərinizi, suallarınızı bölüşə bilərsiniz. Ümumiyyətlə, o haqda da məlumat verim ki, onlayn qeydiyyatlar da olub. Çoxdan müraciətlər çox olduğuna görə onlayn dərslərimə qeydiyyat dayanmışdı. Amma 20 yanvarda 1-2 nəfərlik yerlər olmalıdır, menecerlərimizlə maraqlanarsınız. Xüsusilə də neftçilərdə əyani yerlərimiz mövcuddur. Hər 3 qrup üzrə neftçilər filialımızda yerlər var. İstəyənlər verilmiş əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərlər. Söhbəti uzatmadan videonu bağlayıram. Birazdan dərsim başlayacaq. Hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, sınaqda hər biriniz diqqətli olub, istədiyiniz nəticəni əldə eləmisiniz. İnşallah növbəti izahlarda görüşənədək take care.